Baxın. Bura piknik zonasıdır. Uşaqlar üçün əyləncə mərkəzidir. Dənizdir və burada hamı gəlir. Mangal, et, kebab, bildiğimiz piknik və indi sol tərəfə baxaq. Çox maraqlıdır. Sol tərəf isə nədir? Bəli, qəbirstanlıq. Mən belə bir şey açığı görməmişəm. Dəniz sahilində qəbirstanlıq, sağı piknik zonası, solu isə Allah rəhmət eləsin. Solu isə baxın, qəbirstanlıq. Çox maraqlıdır. Ümumiyyətlə maraqlı şeylər çoxdur Türkiyədə. Çox fərqli düşüncə tərzi, çox fərqli mədəniyyət. Əslində elə bilirəm ki, Türklər, Azərbaycanlılar, Türklər də o qədər yaxınıq, bağlıyıq, amma arada kultura fərqi çoxdur həqiqətən.